İstəklərinin qulusan, yoxsa özünün cəlladı? Sən bir qulsan. Bəli, düz eşitdin. Sən ya içindəki heyvani arzuların, ya da cəmiyyətin sənə sırıdığı qorxuların köləsisən. Bugün sənə özün ol, nəfsini boğ deyən o saxta motivasiya videolarını unut. İndi maskaları cırırıq. Əslində sən kimsən? İçindəki ən qaranlıq, ən çılğın istəkləri sərbəst buraxan bir azğın, yoxsa o istəkləri boğub içində intihar edən bir canlı cənazə? Bugün bəşəriyyətin ən zid fikirli üç zehni qarşı-qarşıya gəlir. Dahi psixoloq Sigmund Freud, elmin və ədalətin qapısı Həzrəti Əli və şeytanın peyğəmbəri Alistair Crowley. Hazırsınsa başlayaq. Amma xəbərdarlıq edirəm. Bu video daxili dünyanı darmadağın edəcək. Sigmund Freud, sən bir heyvansan. Gəlin ilk bombanı Sigmund Freudla partladaq. Freud sənə baxanda müqəddəs bir varlıq görmürdü. O səni sadəcə bioloji bir heyvan hesab edirdi. Freuda görə sənin içində id adlanan vəhşi bir canavar var. O canavar sadəcə iki şey istəyir. Sonsuz cinsi həzz və agresiya. Bəs sən nə edirsən? Cəmiyyət sənə ayıbdır, günahdır dediyi üçün o canavarı içindəki qaranlıq bir qəfəsə kilitləyirsən. Amma Freud deyir ki, sən o istəkləri boğduqca onlar yox olmur. Sən fərqində olmadan o bastırılmış duyğular səni daxildən çürüdür. Nevrozlara, depressiyalara, psixoloji xəstəliklərə çevrilir. Yəni, nəfsini boğduğunu zənn edərkən əslində özünü psixoloji bir xəstəyə çevirirsən. İndi isə tərəzinin tam əks tərəfinə, tarixin ən şər adamı adlandırılan Alistair Crowley-yə baxaq. Crowley Freudun dediyi o qəfəsi sındırıb atmağı təklif edir. Onun tək bir qanunu var idi. Nə istəyirsənsə, onu et. Bütün qanun bundan ibarətdir. Crowley deyir ki, nəfsini boğmaq Tanrıya və ya təbiətə qarşı üsyandır. Əgər daxilində bir istək varsa, onu sonuna qədər yaşamalısan. Heç bir əxlaq, heç bir din, heç bir ictimai qınaq səni dayandırmamalıdır. Səslənməyə qorxduğun o ən pis fantasiyaların ki var, Crowley-yə görə sən onları sərbəst buraxmasan, heç vaxt azad ola bilməzsən. İndi özünə dürüst ol. Crowley-nin bu mütləq azadlıq ideyası səni qorxudur, yoxsa gizlincə səni cəlb edir? Dayan. İndi isə bütün bu xaotik arzuların qarşısına əsl iradəni və mənəviyyatın zirvəsini qoyuruq. Həzrəti Əli. İnsanlar elə bilir ki, müharibə sadəcə meydanlarda qılınclarla olur. Həzrəti Əli isə bəşəriyyətin ən böyük həqiqətini buyurur. Ən güclü düşmən qəlbində gizlənən nəfsindir. O, nəfislə savaşı böyük cihad adlandırır. Freud nəfsi canavar adlandırırdı. Crowley isə o canavara sitayiş edirdi. Həzrəti Əli isə sənə o canavarı ram etməyi, onu idarə etməyi öyrədir. Crowley-nin dediyi o hər şeyi etmək azadlığı əslində azadlıq deyil, heyvani instinktlərin qulu olmaqdır. Həzrəti Əli deyir, nəfsinin istəklərinə tabe olan şəxs öz düşməninə silah vermiş kimidir. Əsl güc istədiyini etmək deyil, əsl güc hamı edərkən yox deyə bilməkdir. İndi isə düşünən adam soruşur, sən zəif bir iradə ilə Crowley-nin arxasınca qaçan bir heyvansan, yoxsa öz nəfsinə qalib gələn bir qəhrəman? İndi seçim sənindir.